Xəzərin sahilində canlı etnografiya muzeyi adlandırırlar. Abşeronun ən iri kəndlərindən olan və Böyük İpək yolunun üzərində yerləşən Corat haqqında nə bilirik? 32-dən biri çəkiliş qrupu ilə bugün Coratdadır. Böyük şairimiz Səməd Vurğun Azərbaycan şeirində deyirdi: bilinmir yaşın sənin, nələr çəkmiş başın sənin. Bəli, yaşı bilinməyən qədim yurt yerlərimizdən biri də Coratdır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər geniş bir ərazini əhatə edən Çora vilayətinin eyni adlı paytaxtı. Çora, tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yadda qalıb. Onun tarixi bizim eradan əvvəl 3-cü, 4-cü minilliklərə gedib çıxır. İndiki Corat kəndi Bakının şimal-qərb qapısı adlanır. Bakıdan 35 kilometr uzaqda yerləşən bu kəndin adı eramızdan əvvəl 7-ci minilliyə söykənən Çora vilayəti ilə bağlıdır ki, Çora vilayəti bildiyimiz qədər Dəmir Qapı Dərbənddən bu yaşayış yerinə qədər olan bir ərazi idi. Bu ərazinin diqqət eləsəz, onların ləhcəsi, danışıqları Dəmir Qapı Dərbənddə, Coratda, Qobda, Güzdəydə və Hökməldə. Bunların ləhcələri eynidir. Bizim ləhcəmiz belədir ki, biz gəlirəmə, gələdəm deyirik, gedirəmə, gedədəm deyirik. Baxsaz bunların hamısında eyni ləhcədir. Hətta Özbəkistanda, Türkmənistanda da bu ləhcə ilə danışan türk tayfaları vardır. Xəzər sahilində münbit torpaqlara sahib olan Corat haqqında müxtəlif mənbələrdə, səyyah gündəliklərində bu kəndin varlı bir yer olduğu qeyd olunur. El arasında karvan yolu deyilən Böyük İpək yolu üzərində yerləşən Coratdan İrana, Rusiyaya ticarət gəmiləri işləyirdi. Əkinçi qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan Coratlı tacirin gəmisi Xəzərdə batmışdı. Corat kəndi tarixi mənbələrdə çox uzaq bir məqamdan başlayır, yəni Dərbənddən başlayır, Dəmir Qapı Dərbənddən indiki Sumqayıt çay ərazisinə qədər olan ərazilərdə inkişaf etmiş yaşayış məskəni kimi qələmə verilir. Səhv eləmirəmsə Qulumyovun Qafqaz Albaniyası əsərində. Və bugün Coratın, indiki Coratın ərazisi başlayırdı Şurabat kəndindən. Oradan gəlir Ceyran Keçməz, Ceyran Batan, Şurabat, Yaşmə, Hacı Zeynalabdin Tağıyev və indiki Sumqayıtın kotej ərazisi deyilən Hacı Dərəsi, Çalıur bağları, Dəhnə bağları, Köhnə sarayın indiki ərazisində üzümlük deyilən sahə Coratın ərazisi olub. Kəndimizin kolxoz quruculuğu dövründə 2 kolxozumuz olub. Bir təsərrüfat kolxozu, maldarlıq, heyvandarlıq, üzümçülük, əkinçilik, quşçuluq və bir də Yaşmada balıqçılıq təsərrüfatımız olub. Coratın ərazisi Sumqayıt tərəfdən əgər biz götürsək, Sumqayıt Coratın ərazisində yerləşir və indiki Sarıqaya deyilən, biz deyirik 6-cı mikrorayonda Cəlil Məmmədquluzadənin büstünün yaxınlığında bir Sarıqayanın parçası qalır. O Sarıqaya deyilən, o vaxtlar Sarı Yel deyilən bir tufan olub və Corat kəndi o vaxtı orada yerləşib. O yel, Sarı Yel çox ağır bir tufan şəklində elə bir ki, kəndin bütün evlərini yerlə yeksan eləyib. Bundan əziyyət çəkən əhali yavaş-yavaş məqamını biraz aşağı keçirib. 12-ci əsrdə Abşeron yarımadasında tikilən müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir.
rəvayətə görə bu qalanı Simu Pəhləvan mühafizə edərmiş. Dənizdəki gəmilər Cürət qalası üzərində yanan mənşəldən mayaq kimi istifadə edərək sahilə yan alarmışlar. Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Corat dəfələrlə su altında qalıb. Kaynazoy erasının 4-cü dövründə dəniz suları çəkilmiş və burada həyat başlamışdı. Fəzlullah Rəşidəddinin Camiət Təvarix kitabında bu kəndin adının Cürət olduğunu qeyd edir. 15-ci əsrə aid Təvarixül Quzidə kitabında bu kəndin adının Cürət olduğu qeyd olunub. 10-cu əsrə aid ərəb coğrafiyaşünası öz əsərində bu kəndin adının Cürət olduğunu qeyd edir. Cürət nə ilə bağlıdır? Bayaq qeyd etdiyim kimi 4 türk tayfaları vardı ki, onlardan da biri Cürət tayfası idi. Bu kəndə gəliblər Çingizxanın işğalı zamanı. Onlar gəlib bu Soralılarla qaynayıb, qarışıb, onlarla bir yerdə yaşayıblar və o dediyimiz danışıq, ləhcə hamısı oradan qalmadı. Cürət kəndinin adının necə Corat olduğu haqda da sübut budur ki, 1723-cü ildə Çar Rusiyasının əlifbasında C, Ü, Ə hərfləri olmadığı üçün, Cürət yazılmadığı üçün, Cürət deyə bilmədikləri üçün Jorat adlandırdılar. Və bütün rəsmi sənədlərdə, kağızlarda Jorat olaraq qeyd olundu. Corat məzarlığındakı qəbrüstü yazılar, pirlər, sənduqələr buranın qədim tarixindən xəbər verir. Burada Cümə, Gül Xatın, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, 14-cü əsrə aid hamam, ehsanlıq su quyuları, hər birinin öz hekayəsi olan qədim abidələr çoxdur. Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə bir vaxtlar Cümə məscidinin yaxınlığında qəbristanlıq olub. Bu sandıq qəbir və bundan bizim bu kənddə çox olub. Torpağın altında qalıb və 6 dənəsini mən öz yaşıma görə görmüşdüm 80-cı illərdə. O sandıq qəbirlərdən ikisi Bakı şəhər, İçəri şəhər Daş Qardaşlar Muzeyindədir, aparılıb və ikisini də bildiyimə görə deməli Leningrad Ermitajında ora aparılıb. Ondan sonra hal-hazırda duranlardan yəni 2 dənə bu qalır, biri budur. Biri də bizim orada pir deyilən bir yer var, onun yanındadır. Həmin o sandıq qəbirlər oradadır. 2 dənə hal-hazırda sandıq qəbrimiz var. Bunlar da tarixləri üstündə var. 1200 Hicri qəməri təqvimidir bu. Yəni 250 il yaşı var bu tarixində. Bu qəbirstanlıq Corat kəndinin 3-cü qəbirstanlığıdır. Mən bunu böyüklərdən eşitmişəm. 3-cü qəbirstanlıqda olmağının səbəbini ona görə bilirəm ki, kəndimizin yeri əvvəlcə olub Sumqayıtın yerində, 6-cı mikron deyilən bir yerdə. Orada olub, onun ətəyində qəbirstanlıq olub. Ondan sonra kənd gəlib indiki məscid olan hissiyə, orada kəndin məsciddən bu yana qəbirstanlıq olub. Hətta o qəbirstanlıqda 1964-cü ildə atamdan, böyüklərimizə eşitdiyimizə görə 64-cü ildə Corat kəndinə qaz xətti çəkildi. Eşitdik ki, oradan deməli yerdən qəbirlər çıxıb. O qəbirləri aparıb dövlət səviyyəsində analiz edəndən sonra təyin olunub ki, eramızdan qabaqki insanlardır. Və hətta onların boylarına qədər, bugün biz eşitmişik bunu böyüklərdən ki, hətta onlar 2 metr, 2 metr 40 santim boyda olan bir insanlar olur. Kənd böyüyəndən sonra gəlib bu yerə çatır qəbirstanlıq. Yəni artıq çıxıb kəndin kənarına. Kəndin kənarına çıxıb ki, bu qəbirstanlıq bərpa edib, cəmaat artıq gətiriblər ölülərini burada dəfn ediblər. Bu qəbirstanlığın da yaşı çox qədimdir, amma bir tarix var ki, indi inşallah o qəbri biz göstərəcək, o sandıq qəbri. Onunla hesablayanda 1000-dən yuxarı bu qəbirstanlığın yaşı var. Tarixən Coratda bir neçə qəbirstanlıqlar, pirlər olub. Yaranma tarixi İslamdan əvvəlki dövrlərə aid olan pirlərin bir çoxu bu günə gəlib çatmayıb. Qəbirstanlıq piri, Dəvə piri, Seyid Muxtar piri, Seyid Mirəziz baba, balıqçı Şıx ağa, Şıx Kamil,
Şıx Ağami ocaqlarına yerli cəmaət arasında hələ də ehtiram var. Hal-hazırda bizim dayandığımız bu yer pir kimi adlanır. Yəni insanların inanclı bir yeri kimi pir. Və bu pirin içində seyid qəbirlər var, övliyalar var. Və qarşısında dayandığımız bu sandıq qəbir ki var, bizim bayaq dediyimiz o sandıq qəbirlərdən biridir. Və bunun üzərində yazılar durur. Çünki bunu külək tutmayıb, saxlayıb. Qəbrin üzərindəki ad Əli Zeynalabdin oğludur. Hicri qəməri təqvimindən 401-ci ildə anadan olub, 420-ci ildə 19 yaşında şəhid olduğu yazılıb üzərində. Bax, Əskəlib Banan həmin o sözlər yazılıb və bu sandıq qəbirdən hal-hazırda o tərəfdə də gördük, 2 dənə hal-hazırda qalır. Əgər qəbirstanlığımızın yaşını götürsək, hal-hazırdakı yaşı bu qəbirstanlığın, 3-cü qəbirstanlığımızın deməli 1026 yaşı var. Pir deyirik bura. Bu pir də balaca bir otaqdan ibarət idi. Yəni insanların inancı olaraq bunu düzəltmişlər. Seyid, yəni imam, peyğəmbər evladları. O evladlar üçün ki düzəltmişdilər. Həmin balaca biri idi, üzü də, qapısı da Gülçıxana idi. Sonra bax üzərində yazılan bu yazı ki, Yusif Rüstəmoğlu bunu öz vəsaiti hesabına genişləndirdi və xalqın yenə deyə xidmətinə verdi. İçərisində də seyid qəbirləri var. Biz bunu elə uşaqlıqdan belə görmüşük. Gəlirlər, nəzr eləyirlər, dua eləyirlər, yəni peyğəmbər evladları olduqlarına görə. Qorxuluq piri adlandırırlar bunu. Amma dini nöqteyi nəzərdən pir yox, sadəcə olaraq insanların inanc yeri olub bura. Burada da qorxuluq onun üçün götürürlər ki, bu həmin buradakı bu 7 qapı qorxuluq götürülən bu yerdə deməli nə var? Bir qəbir var ki, o qəbir sahibi şəhiddir. Burada həmişə gəlib qorxuluq götürürlər. Ona görə ki, şəhidlər mərd olur, möhkəm olur, qorxmaz olur. Yəni insanların inancına görə bu qorxuluğu yalnız o mərd olan yerdə, şəhidlərin olan yerdə götürürlər ki, yəni onlar ki, qorxmaz olublar. Bu bir inancdır. ...16-cı əsrin memarlıq nümunəsi Məşədi Məcid hamamı. Kükürdlü suyu ilə məşhur olan bu hamamın bugünümüzə gəlib çatmasının səbəbi isə kənd sakinləridir. Coratdakı ikinci hamam isə 17-ci əsrə aid olunur. Hacı Əmrullah bəyin sifarişi ilə tikilən günbəz şəkilli hamam xeyirxah əməl sahiblərindən əsrlərə yetişən bir yadigardır. Kəndin 2 qədim hamamı var ki, onlardan biri Hacı Əmrullah hamamıdır. 17-ci əsrə söykənir onun tarixi. İkinci hamam isə hal-hazırda dayandığımız Məşədi Məcid hamamıdır. Bu isə 16-cı əsrə söykənir bunun tarixi. Bu hamamlar çox təəssüf hissi ilə vurğulayırıq ki, çox baxımsız haldadır. Ümumiyyətlə bu kəndin 4 məscidi, 2 hamamı olub. Bu günümüzə qədər isə 2 məscid, 2 hamam gəlib bu günümüzə çatıb. Onlardan
məscidlərimiz şükür Allaha təmir bərpa işləri görülüb. Hamamlar isə çox baxımsız haldadır. Bu günləri tariximiz silinməsi ilə üz-üzə durub. Çox təhlükəli haldadır hamamların hər ikisi. Bu kənd çox qədim kənddir. Bu kəndin qədimliyini sübut edən əlimizdə olan bu abidələri istəyimiz budur ki, Mədəniyyət Nazirliyi tərəfindən, aidiyyatı qurumlar tərəfindən qeydiyyata götürülsün, təmir bərpa işləri görülsün, restavrasiya işləri görülsün və kənd sakinlərinin öhdəsinə buraxılsın. Münbit torpağı olan Coratda əkin yerlərinin də maraqlı adları olub. Təstim, Qurd Dərəsi, Dovşan Yatağı, Sarıqaya deyilən yerlər indi də el arasında olduğu kimi adlanır. O vaxtı Coratın indiki 6-cı mikrorayondan Təzə Coratın ərazisində mən onun qalıqlarını görmüşdüm, amma Cürət qalası olduğu haqqında sonradan eşitdim ki, o Cürət qalasıymış və söktülər orada pioner düşərgəsi. Mən o pioner düşərgəsində dincəlmişəm bir məktəbli olaraq. Və indiki saraydan, o üzüm bağlarından, üzümlük deyilən yerdən bu tərəfə Dovşan Yatağı deyilən ərazilərimiz var, Qurd Dərəsi var. İndi Novxanı bağları sayılan bağların ora qədər ərazisi Coratın ərazisi idi. Karvan gəlib, karvan ötüb keçirdi. Sarvan gəlib, sarvan ötüb keçirdi. Gələn gedən karvanını sürüdü, keçdi. Elə bil bu karvanlar sürüdü, keçdi. Tarixi mənbələr Coratda 7 karvansaranın mövcud olduğunu söyləyir. Onlardan geriyə adları və bəzilərinin dağıntıları qalıb. 1898-ci ildə məktəbimizin açılması haqqında qərar verilir. O vaxt kənddə kəndxuda olan Hacı Abdülxalığın müraciəti ilə, kənd əhalisinin xahişi ilə Hacı Abdülxalıq müraciət edib Qafqaz Canişinliyinə və oradan qərar gəlib və 1898-ci il 23 apreldə Coratda Üsul-i Cədid məktəbi açılmağı haqqında qərar verilib. O vaxt o məktəblər 3 sinifli idi, amma hər sinif 2 illik təhsil alırdı. Beləliklə ilk məktəb açıldı. O vaxt məktəb binası yox idi, müxtəlif binalarda. Zöhrəbin binasında, Hacı Bələminin binasında və sonralar indiki bizim icra nümayəndəliyinin əyləşdiyi bina demək olarsa 3 otaqlı bir otaq tikilib orada. O məktəb orada fəaliyyətini davam etdirib. 1937-ci ildə köhnə məktəbimiz tikilib. Yaşlı Corat sakinlərinin sözlərinə görə Sumqayıt Corat bağlarının yerlərində, Coratlıların əkin sahələrində salınıb. Şirin bulaqların üstündəki bağlar, Həbib bağları, Çalovur bağları. İndiki 13-cü mikrorayonun salındığı yerə də Coratlılar Möməli yeri deyərdilər. Bu Corat kəndi Cürət olub adı. Cürət kəndi heyvandarlıqla, üzümçülüklə, bağçılıqla, yaxşı əncirlərimiz olub, sonra yaxşı üzümlərimiz olub, ağşanı, qaraşanı, sonra kişmiş olub, qara kişmiş, ağ kişmiş, sonra yataqlar olub burada, heyvandarlıqla məşğul olublar. Dənizdə balıqçılıqla məşğul olmuşuq. Şirin yemişlərimiz vardı, cərcə yemişi. Adamın deyib, bu cəlaqlarımız uşaqla patlayardı cəlaqlar şirinlikdən. Sovet devrinin axırlarında yaxşı gülçülük ilə məşğul oldu. Palniklər vardı, cəmaatın dolanışığı yaxşı idi. 1949-cu ildə Sumqayıt şəhərli qurulanda ondan əkin sahələr hamısı keçdi Sumqayıtın sotuna. Sonra hamısı indi əkinçilik yoxdur, heyvandarlıq yox. Cürətli
Cömert insanlar yetirən Coraz kəndində sözümüz tamama yetməsə də vaxt öz sözünü deyir. Zamana sığmayan söhbətimizdən, Corazda gəzib gördüklərimizdən 32-dən birində sizinlə növbəti görüşümüzdə paylaşmaq ümidi ilə sağlıqla qalın.